Salam dəyərli izləyicilər. Faiz bölməsinə aid buraxılış tipli suallara baxacağıq. Deməli, keçək birinci suala. Birinci sualımız. Cədvəldəki ədədlərin neçə faizi mürəkkəb ədədlərdir? Mürəkkəb ədədlər 2 və daha artıq böləni olan ədədlər deyirik. 2-dən artıq böləni olan ədədlərə mürəkkəb ədədlər deyirik. 49 bizdə mürəkkəb ədəddir. 1-ə bölünür, 7-yə özünə bölünür. 29 sadə ədəddir. 21 mürəkkəb ədəddir. 3-ə 7-yə bölünür. 51 3-ə 17-yə bölünür. Mürəkkəb ədəddir. 39 3-ə 13-ə bölünür. 63 3-ə də bölünür, 9-a da bölünür, 6-ya da bölünür. Mürəkkəb ədəddir. 17 sadə ədəddir. 9 mürəkkəb ədəddir. 43 sadə ədəddir. 87 bizdə sadə ədəddir. Sadə ədəd. 87 bizdə 29-a bölünür. 3 vur 29 bizdə eləyir 87. Mürəkkəb ədəddir bu. 87. 57 də 19 vur 3-ə bölünür. Mürəkkəbdir. 119 da 37-yə bölünür. 37 vur. Daha doğrusu 39 vur olsun 3. Eləyər bizdə 7, 11. Yəni 39-dan 3-ə bölünür. 119. Daha doğrusu 117, 119. 119 bölünürmü? Sadə ədəddir. 119 sadə ədəddir. Mürəkkəb ədəd deyil. Neçə faiz mürəkkəb ədəd oldu? Ümumi 12 dənə natural ədədimiz var. 12 100% götürsək, 100% götürsək, mürəkkəb ədədlər 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənəsi x% götürürük. 12x bərabərdir. 8 vur 100. Buradan x'imiz bərabərdir. 8 vur 100'ü bölürük nəyə? 12'ye. 4'e ixtisar gedir burada. 2 qalır. Burada 3 qalır. Deməli, bir dənəsi 119'dur bizdə. Baxaq görək, kəsir alınır burada. 119. Başqa nəyə bölünür? 119. 119 7'ye bölünürmü? 7'ye bölsək. 7'ye bölünür bir dəfə 7'ye. O da 49 bölünür. 7'ye 17. Bu da mürəkkəb ədəddir. Onda buranın yerinə yazırıq biz. 8'in yerinə 9 yazırıq. 9 dənə mürəkkəb ədəd var. 9 dənə yazdıq. 9 vur olsun 100 bölü 12. 3'e ixtisar geçsə burada 4 qalır. Burada 3 qalacaq. 104'e bölürük. Qalır 25. 3'ü də 25'e vuranda 75% olar. Yəni cavabımız olar C variantı. Keçək ikinci suala. İkinci sualda kvadrat formalı fiqur bərabər formalı kiçik kvadratlara bölünmüşdür. İştiraklanmış sahə bütün sahənin neçə faizi təşkil edir? Ümumi biz götürək neçə dənə kvadrat var burada. Kvadrat formalı 1, 2, 3, 4, 5. Burada da 5. 5'in 5'e kiçik kvadratlar yəni neçə dənə kvadrat olacaq? 25 dənə kvadrat. Ümumi rənglənmiş sahə nə qədərdir? 3'dür. 25'də 3 vurulsun. Faizi çevirmək istəyirik. 100%'e vuracağıq. Yəni 25'də 3 vurulsun 100. Bərabərdir 100 ilə 25 ixtisar gedir 4 qalır. 3'ü 4'e vuranda 12% olar. Yəni cavabımız C variantı olar. Üçüncü çalışmada nə deyilir? Üçüncü çalışmada 70'in 30%'ini tapın. Ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100%'e bölürük. Yəni 100%'e bölürük. Sıfırlar burada gedir. Yəni 100 ilə faizdə işarəsi gedir. İxtisar bərabərdir 7 vur 3'ümüz qalırına 21. C variantı olacaq. Keçək dördüncü suala. Keçək dördüncü suala. Deməli, ədədin 40%-i həmin ədədin hansı hissəsidir? Hissəsi deyilirsə, yəni 100%-də 40% götürürük. 100%də 40% götürürük. Faizlər getdi burada. 10'a da bölsək, 10'da 4 qalacaq.
bərabərdir 0,4. Yəni 0,4 hissəsidir. D variantı. Keçək 5-ci çalışmaya. 5-ci suala. A nöqtəsində hərəkətə başlayan avtomobil 48 km/saat sürətlə hərəkət edərək B nöqtəsinə 8 saata çatır. Yəni A nöqtəsidir. V-imiz sürət bu istiqamətdə başlayır, B-yə çatır. Sürətimiz 48 km/saatdır, yəni saatda 48 km gedir. B nöqtəsinə 8 saata çatır. T zaman da 8 saatdır. 8 saat. Eyni yolu 6 saata getməsi üçün avtomobilin sürəti nə qədər olmalıdır? Birinci ümumi yolu tapaq, yəni bura S-i tapaq yolu. S-imiz nədir? V vurulsun T-dir. V vurulsun T bərabərdir 48 vurulsun 8. Belə saxlayaq. Yəni bu qədər kilometr gedir. Bizə deyilir ki, eyni yolu 6 saata getməsi üçün avtomobilin sürəti nə qədər? Yəni ikinci sürəti baxacağıq. İkinci sürət V2 tapmaq üçün nə edəcəyik? Gedilən yolu tapmışıq 48 vur 8-i. Eyni yolu 6 saata getməsi üçün, yəni 6 saata böləcəyik. 48 ilə 6 ixtisar gedir 8 qalır. 8 8-ə vuranda 64 km/saat. Yəni sürətlə zaman bizdə tərs mütənasib olacaq. Zaman azalanda sürət artacaq. D variantı. 5-in D variantı. Çalışma 6-ya keçək. Sual 6. Məhsun 40 manat pulun 20% xərclədikdən sonra neçə manat pul qaldı? 20% xərcləndikdə neçə faiz qalacaq? 80% qalacaq. Yəni 40-ı 80%-ni tapacağıq. 40-ın 80%-ni tapacağıq. Böləcəyik 100%-ə. 40-ı 80-ə vurub 100-ə böləcəyik. Bərabərdir. Sıfırlar getdi 100-lə. 4 vur 8, 32 manat pulu qalar. 32 manat pulu qalar. 32 manat pulu qalacaq. D variantı. 7-ci suala keçək. 6 ədəd eyni metal pulun kütləsi 15 qram olarsa 14 belə metal pulun kütləsi neçə qram olar? Tənasüblə yazacağıq. Rahat sualdır. 6 ədəd 6 metal pulun kütləsi 15 qram uyğun gələrsə 6-ya. 14-də uyğun gələcək x. Düz mütənasib kəmiyyətlərdir. 6x çarpaz vuracağıq. Bərabərdir. 14-ü vururuq 15-ə. X-i tapanda da nə edirik? 14 vur 15-i böləcəyik nəyə? 6-ya. 2 ixtisar gedir. Burada 2 qalır. Burada 5 qalacaq. 14-ü də 2-yə bölsək 7 qalır. 7-ni də 5-ə vursaq eləyən neçə? 35 qram. 35 qram. Yəni B variantı çalışma 7-də. Test 7-də. Keçək biz 8-ci suala. 8-ci sual. Avtomobil 25 kilometrlik yolun 40%-ni getdikdən sonra daha nə qədər yol qaldı? Biz baxın, avtomobil 25 kilometr yol gedibdir. Yolun 40%-ni getdi. Neçə faizi qaldı? 60% qaldı. Yəni daha nə qədər yol qalar deyir, 60%-ni tapacaq. Yəni 60% qalır. 100%. Faizlər gedir. 100 ilə 60 ixtisar gedir 20-yə. Burada 5 qalacaq 100-ü 20-yə böləndə. 60-ı 20-yə böləndə 3 qalacaq sürətdə. Bərabərdir. 25-dir. Burada 5-ə ixtisar gedir. 1 qalır. Burada 5 qalacaq. 5 vur 3. Məxrəcdə 1 var. Yazmırıq. 5 vur 3. Olacaq 15 ilə kilometr yol qalacaq. 9-cu çalışmada deyilir 175%-i onluq kəsr şəklində göstərin. Yəni faizi biz ədədə çevirəndə nə edirdik? 100%-ə bölürdük. 175-i bölürük nəyə? 100%-ə. Faizlər gedir bizdə. 100-ə böləndə də 1,75 olacaq. Yəni kəsr şəklində yazsa 1,75. O da bərabərdir. Onluq kəsr şəklində yazsa 1,75 olar. Yəni B variantı olacaq cavabımız. Keçək 10-cu suala. Parçanın əvvəlcə 20%, sonra isə qalan hissənin 30% kəsildi. Parçanın neçə faizi kəsilməmiş qaldı. Belə bu sualları rahat bir şəkildə hesablamaq üçün ümumi 100%lik bir parça götürürük. Burası 100%. Bizə nə deyilir? 20%, əvvəlcə 20%-i kəsdirik. Baxın, bu 20%-ni biz kəsdik.
Neçə faizi qaldı? 80 faizi qaldı da, elə deyilmi? 80 faizi qaldı. 80 faizi qaldı. 20 faizi kəsildi, 80 faizi qaldı. Sonra isə qalan hissənin 30 faizi deyir. Yəni qalan hissə nə idi? 80 faiz deyildi. Onun da elə bil ki 30 faizini tapırıq. 80-in elə bil ki 30 faizini tapaq. Belə ki 100 faizə tapaq bunu. Sıfırlar getdi. 8 vur 2 eləyir 24 faiz. Bu 24 faiz ümumi 100 faizin 24 faizi olacaq. Yəni nə demək istəyirik biz? Nə demək istəyirik? Yəni bunun elə bil ki 30 faiz dedikdə qalanın 30 faizi. Qalanın 30 faizi nə olacaq? Baxın. Qalanın 30 faizi. Bunu biz qırmızı ilə göstərək də. Qalanın nə idir? 30 faizdir. Qalanın 30 faizi ümuminin yəni 24 faizidir bu hissənin. 24 faizidir. 24 faizi. Yəni ümuminin 24 faizi. Birinci ümuminin 20 faizini kəsilmişdi. Sonra qalanın 30 faizi, yəni ümuminin 24 faizi kəsiləcək. 24 faizi. Parçanın deyir neçə faizi kəsilməmiş qaldı. Yəni 100 faizdən də çıxırıq nəyi? Ümumi 80 faizi də elə 24-ü çıxarda bilərik 80-dən. Yəni 100 faizdən də nəyi çıxara bilərik? 24 faizlə 20 faizin cəmini. 20 faizin cəmini çıxara bilərik. Bu da bərabərdir. 100 faizdən çıxırıq nəyi? 44 faizi eləyər neçə? Bu da bərabərdir. 56 faiz qalar. 56 faizi kəsilməmiş qalar. A variantı olacaq cavabımız. Bu belə. Keçək 11-ci suala. 11-ci sualda nə deyilir? 11-ci sual. Kütlələri A, B və C olan maddelər nisbətində qarışdırılmışdır. Baxın, A-nın B-yə nisbəti 3-ün 4-ə nisbətinin şəklindədir. B-nin C-yə nisbəti 2-nin 5 nisbətindədir. Fikir verək. Nisbətində qarışdırılmışdır. Alınan qarışığın ümumi kütləsi, yəni A, B, C qarışıqdır da. Toplayırıq, 680-ə bərabərləşdiririk. Yəni 680 qramdır ümumi kütlə. A maddəsinin kütləsini tapın. A maddəsinin kütləsini tapın. Sual içərisi qoyaq və bunu belə bir işarələyək. Deməli, belə bu tipli misalları həll etmək üçün ən asan qaydamız birinci A-nı yazırıq, sonra B-ni, nisbətlərə görə baxırıq, sonra C-ni. Görürük ki, birinci A-nın B-yə baxırıq. A-mız nədir? 3K-ya uyğun gəlir. B-miz nədir? 4K-ya uyğun gəlir. Oldu mu? 4K-ya uyğun gəlir. B-miz ikinci hissədən baxırıq sonra. Baxın. İkinciyə uyğun olaraq, yəni ikinci misala. B-nin C-yə nisbətinə uyğun olaraq. 2-nin 5K-ya nisbəti. Yəni 2K-nın nəyə nisbətidir? 5K-ya nisbətidir. Deməli, belə bir sualımız var. İndi ümumi uyğunlaşdırsaq, burada B nədir? 2K-dan 4K qiymətini aldıq. Biz bunun əkobuna baxacağıq. Yəni B-nin əkobu nədir? 4K-dır da, elə deyilmi? 4K-ya uyğun, onsuz da A-mız 3K-dır. Yəni əkobu uyğunlaşdırsaq. Yəni bu ikisindən biz nə edirik? Əkobu tapırıq və buna uyğunlaşdırırıq. Deməli, 4K, A-mız onsuz da 3K olacaq, 4K-ya uyğun olan. İndi 4K-ya uyğun olan C-miz nə olacaq? 2K-ya 5K uyğunsa 4K-ya nə uyğun olacaq? Yəni C-miz, yəni B-miz 4K-ya uyğun olarsa, C-miz də olacaq neçə? 2-yə vurmalıyıq da 10K-ya uyğun olmalıdır. Yəni ümumi olaraq qiymət belə çıxardırıq. 10K. 2-yə vurulur. Çünki bu 2-yə vurulur, baxı 2K. Deməli, qeyd eləsək, yəni A-nın yerinə qoysaq qiymətini 3K üstə gəl, 4K üstə gəl, 10K bərabərdir 680. Oradan eləyir 17K-mız bərabərdir 680. K-mız olacaq neçə? 40. K-mız 40 oldu. A maddəsinin kütləsini tapın. A-mız da bərabərdir 3K-dır da. 3 vurulsun 40. Yəni 120. 120 qram. C variantı olacaq cavabımız. Keçək 12-ci suala. 12-ci sualda uzunluğu 15, eni isə uzunluğun 60%, onun cübcanın sahəsi neçə santimetr kvadratdır? Deməli, fikir versək, da sadə sualdır. Uzunluq 15-dir. Uzunluğu 15-dir. Eni isə bunun uzunluğunun 60%-dir. Yəni 15-in 60%-ni tapaq. 60%-ə vurub
Böldürük nəyə? 100%-ə. Buradan 20'ye ixtisar getsə, burada 5 qalır. Burada isə 3 qalır. 15 5'e ixtisar gedir. Bölünür 3 qalır. 3'ü 3'e vuranda yəni 9 santimetr. İndi nə oldu? Bizdə 9 santimetr oldu. Yəni düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sahəsini necə tapılır? Eni vur uzunluq, uzunluq ver eni. Yəni eninin uzunluğuna vururuq. Sahə bərabərdir nə olacaq? 9 vurulsun 15. O da bərabərdir neçə eləyər? 135 santimetr kvadrat. Deməli 12'də olacaq cavabımız 135 santimetr kvadratımız sahəmiz. Belə olacaq. Keçək biz 13-cü suala. Deməli 13-cü sual. Kostyumun qiyməti 4 manatdır. Əgər müştəri 2 kostyum alarsa, ikinci kostyumun qiymətinə 60% endirim edilir. Baxın, kostyumun qiyməti ümumi 4 manatdır. Əgər müştəri deyir 2 kostyum alarsa, 2 kostyum, ikinci kostyumun qiymətinə 60% endirim edilir. Birinci kostyumun yox. İkinci kostyumun qiymətinə 60% endirim edilir. Müştəri 2 kostyum alarsa neçə manat ödəniş etməlidir? Deməli, baxaq. Birinci kostyum üçün ödəniş tam ödənilir, yəni 400 manat ödənilir. 2 kostyum alarsa deyir. Yəni ikinci kostyumun qiymətinə 2 kostyum alır. İkinci kostyumu ödəyəndə isə ikinci kostyumun ikinci kostyumu alanda onun qiymətinə 60% endirim edilir. Yəni 60% çıxılır. 400'ün elə bil ki 400 manatın 60% çıxılır, yəni 40% ödənilir. 400 manatın 40% ödənilir ikinciyə. 40%'ni tapsaq, bu da eləyir bizdə 400 bölün 4, 4 vur 40, eləyir 160 manat ödənilir. Yəni ikinci kostyuma 160 manat ödənilir. Neçə manat ödəniş etməlidir? 400 üstə gəlinə qədər 160 manat. Yəni 560 manat ödəməlidir. 560 manat ödəniş etməlidir. Yəni C variantı belə. Keçək 14-cü suala. Uşaqlar, keçək 14-cü suala. Bir 10% belə bir olan ədədi tapın. Biz bunu sadələşdirək həmin ədədi. 4,8 vur 3,6 vur 0,81 bölürük. Məxrəcdə nə var? 0,6 vur olsun 1,2 vur olsun 0,3. Deməli, bərabərdir fikir versək. 100'e vuraq belə bir şeylik. 3,6'nı 1,2'ye böləndə 3 qalacaq burada. Burada 3 qalacaq. Deməli. Burada 3 qalır. Aşağıdakiler da bunu 100'e vuraq. Bunu 100'e vuranda bu hissəni də 100'e vurmaq lazımdır. Rahat şəkildə hesablayaq. Aşağıdakı bunu 10'a vursaq. 10'a vurmayaq. Bunu da elə 100'e vuraq. Bu hissəni də 100'e vuraq. Bu hissələri də elə 10'a vuraq. Belə götürək də biz. 3,6'nı da elə vururam nəyə? 10'a vururam. Bunu da 10'a vuraq. Yəni virgüllər, onluq kəsirlər qalmasın deyə, sadələşsin deyə. 4,8'i 100'e vursaq neçə eləyir? 480 eləyir. Vurulsun 3,6'nı 10'a vuranda 3 eləyir. 36 eləyir. Yəni bir virgül sağa sürüşür. 0,81'i 100'e vursaq neçə eləyər? 81 eləyər. 2 virgül sağa sürüşür. Sıfırların sayı qədər. 0,6'nı 100'e vursaq 6 eləyir. Vurulsun 1,2'ni 10'a vuranda 12 eləyir. Vurulsun 0,3'ü də 100'e vuranda 30 eləyir. Yəni bir virgül sağa sürüşür. 1 0 verəndə 1 0 da verdik ki 30 olur. O da bərabərdir. Buradan sadələşdirmələr aparaq. 36 12'ye ixtisar getdi. 3 qaldı. 480'i 6'ya bölsək. Neçə eləyir? 80 eləyir burada. 80 eləyir. 81 ilə 30 da ixtisar gedir 3'ə. 3'ə böləndə 81'i 27 eləyir. 3'ə böləndə burada 10 eləyir. Deməli belə. Bizdə nə qaldı? 80 de yenə 10'a bölünür. 8 qaldı. Yəni 8 vur, 3 vur olsun nə qaldı? 27 bizdə nədir? Ədəddir. 10% həmin ədəd olan. Yəni bu ədəd olan ədəd tapdır. Bunu da vursaq 8 vur 3 24 eləyir. 24'ü də 27'ye vursaq bərabərdir. Neçə eləyər?
24'dü. 24'dü. 27'ye vuraq. 648 eləyir. Yəni bizə deyir ki, 10% bu olan ədədi tapın. 10%. Tənasüblə də yazmaq olar. Faizinə görə, ədədə görə tapmaq olar. Ən yaxşısı tənasüb qaydasıdır. Yəni 10% 648-dirsə, olan ədədi 10% 648 olan ədəd tapılır da, yəni 100% tapmalıyıq. Həmin ədəd tapmalıyıq x. Buradan çarpaz vursaq 10x-imiz bərabərdir 648. 648-i vururuq 100-ə. Hər tərəf 10-a bölsək, burada 10 qalacaq. Yəni x-imiz olacaq neçə? 648 10-a vuranda 6480 olacaq cavabımız. Yəni 6480 cavabımız olacaq. Belə. Keçək biz 15-ci suala. 15-ci sualda. 15-ci sual. 15-ci sual. İdman malları mağazasında Asim hər birinin qiyməti 600 manat olan velosiped satışı həyata keçirir. 2 velosiped alına, ikinci velosiped üçün 80% endirim edilir. Seymur 2 velosiped aldıqda neçə manat ödəniş etməlidir? Bu da eyni ilə 13-cü sual kimidir. Birinci, yəni 2 velosiped alına, ikinci velosiped üçün 80% endirim edilir. Birinci üçün ilə 600 manat satılır, yəni 600 manata satılır. İkinci velosiped için 80% endirim edildikdə, yəni 20%-ni ödəyir. 600 manatın 20%-ni ödəyəcək. 20%-ə vurub 100%-ə bölsək, 600 100-ə ixtisar gedəndə 6 qalır, 6-nı 20-yə vuranda 120 manat ödəyir. 120 manat ödəyir. Yəni 120. Bunların cəmi qədər 2 velosiped aldığında neçə manat ödəniş etməlidir? 720 manat ödəniş etməlidir. Yəni cavabımız olacaq 720 manat. Bu belə. Keçək biz 16-cı suala. 16-cı suala. 16-cı suala. 16-cı sual. Əvvəl səbətdən 6 alma, sonra isə qalan almaların 1/3 hissəsi. Deməli 16. Əvvəl səbətdən 6 alma. Birinci. İlk əvvəl 6 alma. Ümumi x alma var, götürək. Səbətdə x alma var. X alma var. Buradan 6 alma götürüldü. Sonra isə qalan almanın 1/3 hissəsi. İkinci qalan almalar. Qalan almalar nə qədər oldu? X çıx 6 oldu da, elə deyil. Bunun da 1/3 hissəsi. Yəni 1/1-ə vururuq. 1/1 hissəsini götürdü ikinci olaraq. Və daha 6 alma götürdü. Və üçüncü olaraq da nədir? 6 alma götürüb yenə götürüldü. Nəticədə səbətdə əvvəlki almaların yarısı qaldı deyir. Yəni bunların cəmi 6 üstə gəl. Üçüncü olaraq da 6 üstə gəl. Bir də 1/3-ni götür baxın. 1/3 vur. X çıx 6-nı. Bu həmin almalar, yəni götürülən almalar, nəticədə səbətdə qalan almalar, daha doğrusu səbətdə əvvəlki almaların yarısı qalıbsa, bu götürülən də yarısı olacaq. Yarısı deyirsə, yəni x alma var idi, bunun yarısı. 2-də 1 x. Belə bir tənlik qurduq. Səbətdə neçə alma var idi? X-i tapmalıyıq. 6 üstə gəl. 6 12 eləyir. 12 üstə gəl. Buradan 3-də x çıx 6 1-ə vurulur. Sonra da x çıx 6 olacaq. Bərabərdir. Buradan da 2-də 1 x-ə vurulur. Burada yəni x-imiz olacaq. 3 ilə 2-nin əköbü 6 olduğuna görə 6-ya vuraq hamısına. 6 vur 12. Məxrəc qalmasın. Üstə gəl. 6 vur olsun. 3-də yəni x çıxılsın 6. Da bərabərdir. 6 vur olsun 2-də x. Buradan sadələşdirsək 6-nı 12-yə vuranda 6-nı 12-yə vuranda eləyir elə 16-cı sualın aşağısından yazaq 72. Üstə gəl. 6 ilə 3 ixtisar gedir. Burada 2 qalır. 2-ni x çıx 6-ya vursaq 2x çıx. 2-ni 6-ya vuranda 12. Bu da bərabərdir. 6 gedir ixtisar 2-yə. Burada 3 qalır. 3x. Deməli, burada görürsünüz 2x sağa keçəndə bizdə nə qalır? Bir dənə x qalır. Yəni 3x-dən 2x çıxılır. 72-dən də 12 çıxanda solda da qalır 60 bərabər. Yəni x-imiz ümumi səbətdə neçə alma var idi? 60 alma var idi. Yəni cavabımız olacaq 60. Belə. Keçək 17-ci suala.
Uzunluğu 260 santimetre olan borunu iki hissəyə böldülər. Birinci hissənin 24 faizi ikinci hissənin 54 faizinə bərabər olarsa, ayrılan böyük hissənin uzunluğunu tapın. Deməli, uzunluğu 260 olan bir parçamız var. Yəni AB parçası götürək. Gəlin AB parçası götürək. İki hissəyə ayrılıb. Birinci hissənin 24 faizi, ikincisinin 54 faizinə bərabər olarsa, ayrılan böyük hissənin uzunluğu. Böyük hissə x olacaq. İki parçaya ayrılıb. Götürək. Bura x parçası. Yəni x parçası. Burası da olsun. Bizdə y parçası. Yəni birincinin 24 faizi. Yəni x üstə gəl y-imiz 260'dır. İki hissəyə bölünüb. Birinci hissənin 24 faizi. Yəni x-in 24 faizi. X-in 24 faizi. 24'e vurub 100'e bölürük. İkinci hissənin 54 faizinə, yəni y-in 54 faizinə bərabərdirsə, burada böyük olan hissə hansı olacaq? X olacaq təbii ki. Yəni həmişə böyüyün kiçik hissəsi kiçiyin böyük hissəsinə bərabər olur. Yəni burada böyük olan x-dir. Ayrılan böyük hissənin uzunluğunu tapdıyıq, yəni x tapacağıq biz. Deməli, buradan da y vura 54 bölü 100 oldu. 100'lər getdi burada. Nə qalır? Hər tərəfi 6'ya, yəni 24 x-imiz bərabər qaldı nəyə? 54 y-ə. Hər tərəfi 6'ya bölsək, burada 9 y qalacaq. 6'ya böləndə 4 x qalacaq. Yəni x-in y-ə nisbəti nə oldu? X-in y-ə nisbəti. Baxaq, y-imiz nəyə vurulub? Tərs mütənəsibdə 9'a, x də düşəcək aşağı 4'ə. Yəni x-imiz 9k-dır. 9k-dır. Y-imiz nədir? 4k-dır. Belə. Buradan da qeyd etsək, yerinə qoyub yazsaq, x-in yerinə 9k üstə gəl. 4k bərabərdir 260. Buradan 13k'mız bərabərdir 260. K'mız olacaq 260'ı 13'e böləndə 20. 20 olacaq. X'imiz elə, yəni ən böyük olan 9k olacaq. 9 vur 20 eləyər neçə? 180. Kiçiyi də tapmaq istəsək 4'ü 20'ye vururuq. O da ki eləyər 80. Yəni böyük olan nədir? 180'dir. Y variantı olacaq cavabımız. Keçək 18-ci suala. Keçək 18-ci suala. Deməli. 18-ci sual. Aşağıdakı cədvəldə riyaziyyat kursunun abituriyent hazırlığı və olimpiyada hazırlığı qruplarında iştirak edən qız və oğlanların sayı verilmişdir. Olimpiyada hazırlığı qruplarındakı qızların sayı, qızların sayı. Bax, olimpiyada hazırlığındakı qızların sayı. Yazaq, olimpiyada. Qızların sayı abituriyent hazırlığı qruplarındakı oğlanın sayının hansı hissəsini təşkil edir? Yəni, nə deyilir? Olimpiyadadakı qızların sayı. Belə götürək də. Olimpiyada hazırlığı qrupundakı qızların sayı nə qədərdir? Olimpiyada hazırlığındakı qızların sayı x-dir. Abituriyent hazırlığı qruplarındakı oğlanların sayının hansı hissəsi təşkil edir? Yəni, məxrəcdə nə yazacaq? Abituriyent hazırlığındakı oğlanların sayını. Abituriyent hazırlığındakı oğlanların sayı 3y-ə nisbətini soruşur da, yəni hansı hissəsi təşkil edir deyirsə. Bunu tapmalıyıq. Təşkil edir deyir. Deməli, buradan nə alacağıq? 3y üstə gəl. Verilib abituriyent hazırlığında 3y oğlan var, 6x qız var. Bunların cəmi ümumi 90'dır. Abituriyent olimpiyada hazırlığında y oğlan var, x qız var. Bunların cəmdən verilib. Verilib bizə neçə? 20 verilib. Buradan belə bir şey eləyək. Təniklər sistemi alacağıq. Buradan amma belə bir şey eləyək. 3y üstə gəl, 6x yazacağıq. Biz 3x üstə gəl, 3x şəklində. Yəni 6x yazdıq belə. Yəni belə yazaq. Burada biraz çatışsın. Yəni birinci təmlik olsun, ikinci təmlik olsun. Birinci təmliyi belə yazaq bu tərəfdən. 3y üstə gəl, 6x yazırıq. 3x üstə gəl, 3x şəklində. Bərabərdir 90. Buradan 3'ü çıxardıram mötərizə xarici. Nə qalır? Y üstə gəl, x qalırmı? Bu ikisindən. Üstə gəl 3x.
bərabərdir 90. 3 vurulsun 20. Yəni y üstə gəl x'imiz 20'dir. Üstə gəl 3x bərabərdir 90. Buradan nə alınır? 60 üstə gəl 3x. 60 üstə gəl 3x bərabərdir 90. 3x'imiz bərabərdir. 90'dan 60 çıxanda eləyir 30. X'imiz də bərabərdir. Nə oldu? 33'ə böləndə eləyir bizdə 10. 10 elədi. Buradan y2 tapsaq da elə. Y2 tapsaq da 20'dən nəyi çıxacaq ikinciyə görə? 20'dən 10 çıxacaq. Yəni 10 eləyər o da. Yəni x'i biz nə tapmışıq? 10 tapmışıq da. Burada 20'dən 10 çıxsaq y2'miz nə olmalıdır? 10 olmalıdır. Yəni həmin bu x böl 3'ü y2 tapsa biz buradan nə alacağıq? X'imiz 10 oldu. 3 vurulsun y2'miz də 10'dur. Yəni onlar ixtisar gedir. Nə qalır? Bərabərdir. Bərabərdir. Neçə qalacaq? 3'də 1 qalacaq cavabımız. Yəni 3'də 1 qalar. 3'də 1 qalar. Söz təşkil edir. Yəni 3'də 1 isə təşkil edir. Cavabımız olacaq 3'də 1. Keçək 19-cu sala. Keçək 19-cu sala. Tənasübündən x'i tapın. Buradan belə bir şey də yazıblar. Tənasübdən çarpaz vurub hesablaya bilərik. Yəni 2'ni vuracağıq. Baxın 19-cu salda. 2'ni vururuq. 4x üstə gəl 2'yə. Çarpaz vurub bərabərləşdirik. Bərabərdir. 5 vur 4. Buradan hər tərəfi 2'yə bölürük. Burada 2 qalır. Yəni 4x üstə gəl 2'miz nəyə bərabər qalır? 5 vur 2'yə 10'a. Buradan da 4x'imiz bərabər 10'dan 2 çıxanda 8. X'i tapanda da yəni 4 vur x deməkdir. Bu da 8'də 4'ə bölsək 2 alınır. Tənasübdən x'i tapdıq 2. Yəni cavabımız oldu 2. Açıq suallar oldu. Ona görə birbaşa cavabı yazırıq 2. Keçək 20-ci suala. 20-ci sualda nələr var? 300 ədədinin 40%-ni tapın. Rahat sualdır. Yəni ədədin faizini tapmaqdır. 300 ədədinin 40%-ni tapın. Deməli tapaq. 300'ün 20%, 40%'ni tapanda nə edirik? Faiz göstərən ədədə vurub bölürük 100 faizə bərabərdir. 300 100'ə böləndə 3 qalır. 3'ü 40'a vuranda faiz şərləri gedir. 3 vur 40 eləyir 120. Yəni cavab olacaq D variantı. 21-ci suala keçək. Taxıl üyüdüldükdə çəkisinin 90% qədər un alınır. 90% qədər un alınır deyir. Nə qədər taxıl üyütmək lazımdır ki 1260 kiloqram un alınsın. Yəni 1260 kiloqram nə eləyir bizdə? 90% götürməliyik. Bizə nə deyilir? Çünki taxıl üyüdüldükdə çəkisinin 90% qədər un alınır deyir. Bizə nə deyilir? 1260 kiloqram un alınsın. 1260 90'a uyğun götürürük. 100% biz götürürük. Nəyə uyğun? X'i. Buradan çarpaz vursaq, çarpaz 90 vurulsun x bərabərdir 1260 vurulsun 100'ə. Bərabər. Hər tərəf 10'a bölsək bu sıfırlar geçsin bizdə. X'i tapanda da nə edəcəyik? 126 vurulsun 100'ü bölürük 9'a. Bunları bölürük 1. O da ki 126'nı 9'a bölündə 14 edir də. 14'ü də 100'ə vursaq 1400 nə olacaq? Kilogram. 4 kilogram. Yəni A variantı. Keçək biz 22-ci suala. 22-ci suala keçək. Əhalisi 7 əhalisi nə qədərdir? 70 min olan şəhərin sakinləri 1 ildən sonra dəqiqə. 22-ci sual. Əhalisi 70 min olan şəhərin sakinləri 1 ildən sonra 74.200 oldu. Şəhərin əhalisi neçə faiz artdı? Yəni 70 min 100% idisə biz nə götürürük? 74.200'ü biz nə götürəcəyik? X faiz götürəcəyik. Yəni 70 min vur x çarpaz vursaq bərabərdir 74.200 vur 100% olacaq. Buradan hər tərəfi biz bölsək, yəni 4 dənə sıfır var, solda da var. Yəni 10 minə bölsək bu sıfırlar gedir, 10 minə bölsək bu sıfırlar da gedir. X'imiz nə olur? Burada solda 7x qalır, sağda isə 742 qalır.
X'i tapanda nə edəcəyik? 742-ni böləcəyik biz nəyə? 7-yə böləcəyik. O da inir. Neçə? 106% eləyər. 106% oldu. Neçə faiz artdı? Əvvəlcə 100% idi. Sonra nə oldu? 106% oldu da bu. 106%. Yəni neçə faiz artdı? 6% artdı. 106-dan da 100 çıxanda 6% artdı. Yəni cavabımız Y variantı olacaq. Keçək biz 23-cü suala. Keçək 23-cü suala. Deməli, 23. Həcmi 45 kub metr olan hovuzun 18 dəqiqə ərzində su ilə doldurulması qrafiki göstərilmişdir. İlk 8 dəqiqədə 9 kub metr doldurulub, sonra 8 ilə 12 arasında, yəni 4 dəqiqə arasında 9-dan 30-a qədər doldurub, yəni 21 kub metr. 12-dən 18 dəqiqə aralığında, yəni 6 dəqiqə ərzində də 30-dan 45, yəni 15 kub metr doldurulub. Bu belədir. Bu qrafikdən görünür. Suyun axma sürətinin ən kiçik olduğu zaman intervalında hovuzun neçə faiz dolduğunu. Nə deyilir? Suyun axma sürətinin ən kiçik olduğu zaman anında, zaman intervalında hovuzun neçə faiz doldurmuşdur. Baxın, 8 dəqiqədə, ilk 8 dəqiqədə, yəni birinci götürək, ilk 8 dəqiqə. İlk 8 dəqiqədə 9 kub metr doldurulub. Sonra 8-dən 12-yə qədər nə olacaq? Qrafikdən də göründüyü kimi 8-dən 12-yə qədər, yəni 4 dəqiqə oldu da ikinci. İkinci 4 dəqiqədə nə qədər doldurulub? 4 dəqiqədə. Doldurub 9-dan 30-a qədər, yəni 21 kub metr doldurulub. Burada çoxdur. Axma sürət çoxdur. Baxaq. Ən kiçik olan bizdə ilə baxaq görək. Üçüncü də bizdə nədir? 12-dən 18-ə qədər 6 dəqiqə olubmu? Yəni sonraki hissələr. Bu birinci buydu. Sonra ikinci burasıdır. Üçüncü də burasıdır da. Üçüncü də burası. 6 dəqiqə, sonraki 6 dəqiqədə, yəni üçüncüdə 30-dan 45-ə, yəni 15 kub metr doldurulub da, elə deyilmi? Biz fikir versək, suyun axma sürəti ən kiçik olduğu zaman intervalı haradır? Yəni 8 dəqiqəyə 9 kub metr uyğun gələn aralıqdır. 6 dəqiqəyə 15 kub metr çoxdur. Birisi o birisindən çoxdur. Yəni ən azı hansıdır? 8 dəqiqəyə 9 kub metr dolduran vaxtdır. Bizə həmin interval, yəni 9 kub metr doldurduğumuz interval zaman intervalında deyir, hovuzun neçə faizi dolmuşdur? Hovuz ümumi 45 kub metr deyilmi? Neçə faizi? 45-də 9 hissəsi doldurulub, faizi çevirsək, bunu da 100%-ə vurmalıyıq. Da bərabərdir. Yəni, axma sürətinin ən kiçik olduğu zaman aralığı deyiləndə, yəni ən az vaxt çox geçsin, vaxt çox olsun, sadəcə hovuzun dolmasına qədər olsun, az olsun. Yəni, gec müddətdə az da olsun, belə deyək. Yəni, 45 ilə 9 bizdə geçsin ixtisar, burada 5 qalır, burada 1, yəni 9 ixtisar gedəndə. 100 də 5-ə böləndə 20 qalır, 20-ni 1-ə vuranda 20 olacaq. Yəni, neçə faizi dolmuşdur? 20% dolmuşdur. Cavabımız olacaq elə 20%. Belə. Keçək biz 24-cü suala. 24-cü sual. 24-cü sual. Tərkibi ABCD maddələrindən ibarət məhlul verilmişdir. Cədvəldə bu maddələrin bəzilərinin məhluldakı kütləsi və faizi haqqında məlumat göstərilmişdir. Məhluldakı A maddəsinin kütləsini hesablayın. Baxaq, hər ikisi verilən hansıdır? 70 C maddəsinin kütləsi verilib 70 qram. Bir də həmin məhlulun neçə faizini təşkil etməsi də verilib. Bizə neçə qədər? Neçə faizini təşkil etməsi də verilib? 28%. Yəni 70 qram 28% təşkil edir. Onda biz nə edək? Buradan yola çıxaraq baxa bilərik ki, 100% ümumi qarışığın kütləsini tapa bilərik. Yəni məhlulun kütləsini tapa bilərik. Çarpaz vursaq 28 vur x, yəni çarpaz vursaq 28 vur x bərabərdir. 70-i də vururuq nəyə? 100-ə. X-i tapmaq üçün nə edirik? 70 vur 100-ü bölürük nəyə?
100'ü böləcəyik 28'e. 28 ilə 7'ye ixtisar gedir. Burada 70 ilə yəni 7'ye böləndə burada 10 qalacaq. Burada 7'ye böləndə 4 qalacaq. 100 də burada 4'e bölsək 25 qalır. 25'i də 10'a vursaq 250 nə olar? 250 qram. Ümumi qarışığın kütləsi 250 qram oldu. Deməli beləmi? 250 qram oldu. Ümumi 250'dir. İndi bizdə nə verilir? D-nin də faiz neçə faizini təşkil etməsi verilib. Yəni D məhlulun neçə faizini təşkil edir? 250'ni də biz nəyin tapaq? D məhlulu üçün tapaq kütləni. Sonra 250'dən onların cəmini çıxacaq. 250'ni vurub 20%'e bölürük nəyə? 100%'e. Buradan 100 ilə 20 ixtisar gedir. Burada 5 qalacaq. Burada 1 qalacaq. 250'ni də 5'e böləndə qalır 50 qram. Yəni 50 qramda D maddəsinin kütləsidir. Yəni bura yazıram 50. Yəni bura 50'də. İndi biz nə tapacağıq? A maddəsinin kütləsini tapın deyir. A maddəsinin kütləsi nə qədər olacaq? Elə altından yazsaq 250'dən nəyi çıxacaq? Bunların cəmini. 70 40 eləyir 110 toplasaq. 110'un üstünə də 50 gəlsək 160 eləyir. 250'dən 160'ı çıxsaq neçə eləyir? 90. Yəni 90 bizdə nə olacaq? A maddəsinin kütləsi olacaq. Cavabımız elə 90 olacaq belə. Keçək 25-ci suala. Keçək 25-ci suala. Kostyum və ayaqqabının ümumi qiyməti yazıram kostyum K ilə ayaqqabını da A ilə yazaq. Ümumi qiymət 720 nədir? Manatdır. Kostyumun qiyməti 20%, ayaqqabının qiymətinə isə 30% endirim edildikdən sonra ikisinin birlikdə qiyməti oldu 564 manat. Endirimdən əvvəl kostyumun qiymətini tapın. Yəni K-nı tapmalıyıq biz. Deməli, bura fikir versək, kostyumun qiymətinə 20% endirim edildikdə nə olacaq? 100%-də endirim edildikdən sonra 100%-dən çıxırıq nəyi? Endirim ediləndə belə hesablayırıq da biz qaydaya görə də. 100%-dən 20% çıxırdıq, yəni 20% endirim edilir. Vururduq K-ya. Sonra üstə gəl, ayaqqabının qiymətinə 30% endirim olunur. Yəni 100-dən çıxırıq nəyi? 30'u, 30%. Bölürük nəyə? 100'ə, vururuq nəyə? A-ya. Yəni bu 30% endirim edildikdən sonra bu qədər dəfə artacaq. Yəni bu qədər dəfə artacaq. Bu bərabərdir nəyə? 564'ə. Deməli, buradan hesablasaq, 100'dən 20 çıxanda 80 yer, 80'i 100'ə böləndə 0,8K olacaqmı? 0,8K. K üstə gəl. Buradan da 0,7 olacaq da 100'dən 30 çıxanda 70 eləyir. 70'i 100'ə böləndə 0,7A olacaq. Bu da bərabərdir 500 neçə? 64 manat. Burada onluq kəsirlər qalmasın deyə biz nə edək bunu? Vuraq ona hər tərəfi. Yəni hər tərəfini ona vuraq. Ona vursaq 0,8'i ona vursaq 8K eləyər. Üstə gəl 7A bərabərdir 5640 eləyər. Ona vururuq sağ tərəfdə. K üstə gəl A-nı da baxın K üstə gəl A-nı da bizə kostyum qiymət lazımdır da 7'yi vursaq. Baxın birinci tənliyi biz nə edək? 7'ye vursaq sistem tənliyi alınır. 7'ye vuraq. 7K üstə gəl nə alacağıq? Baxın belə buradan yazaq. Görürsüz. 7K üstə gəl nə? 7A bərabər 7'ye vuraq 720'ni də. 7 vur 0 0 7 dəfə 2 14. Bir yadda 7 dəfə 7 49. Bu da bir yadda 50. Yəni 5040 eləyir. Deməli buradan fikir verək. Yuxarıdakını aşağıdakını çıxaq. Yəni 8K üstə gəl 7A'dan aşağıdakını çıxsaq. Yəni bunu buradan yazsaq. Baxın 8K üstə gəl 7A'dan çıxsaq aşağıdakını. Yəni çıx 7K ilə çıxırıq 7A'nı da yenə. Bərabər neçə olar? Fikir verirsiniz. Uşaqlar baxın. 5600 sol tərəf çıxmışıqsa alt alta. Sağ tərəfdə çıxmalıyıq. 5600 40'dan da 5040 çıxsaq 600 eləyir cavab. Buradan da 7A'lar gedir. 8K'dan 7K çıxanda eləyir 1K. 1K'mız da bərabər neçəyə? 600 manata. Yəni indirimdən əvvəl kostyumun qiymətini tapın. Yəni K'mız neçə olur? 600 manat olacaq cavabımız. 600 manat. Bu belə. Burası belə.
Keçək biz 26-cı suala. 26-cı suala. Havuzu doldurmaq üçün istifadə edilən A kranından doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun miqdarının zamandan asılı qrafikləri verilmişdir. A kranı doldurur, B kranı isə boşaldır. Hər iki kran eyni zamanda açılsa və 8 saat açıq qalarsa, həcmi 50 kub metr olan boş hovuzun neçə faizi su ilə dolar? Biz belə bir şey eləyək. Baxın. A kranı doldurur. A kranı doldurur. Nəyi? 2 saata nə qədər doldurur? Baxa görək 2 saata nə qədər dolduracaq. 2 saata doldurur. Nə qədər? 2 saata nə qədər doldurur? 2-yə uyğun 18 kub metr. Baxın 18 kub metr doldurur. Bizə nə lazımdır? 8 saat açıq qalarsa, hər ikisi eyni kran zamanda açılır. 8 saatda nə qədər dolduracaq? Baxa görək. Yəni 4 dəfə artıq düz mütənasib olduğuna görə 2 saata 18 açılırsa, nə edirik? Yəni, bu 4-ə vurulub da düz mütənasib kəmiyyətlərdir. Yəni 4-ə vururuqsa 18 nəyə vurulmalıdır? 4-ə vurulmalıdır. Yəni 4-ə vuranda 18 də 4-ə vursaq, yəni 4 vur 18 eləyir bizdə neçə? 72 kub metr doldurar 8 saatda. B kranına baxaq, bu doldurur. Doldurur. Yazaq. B kranı nə edir? Boşaldır. B kranı. B kranı 3 saata 15 kub metr boşaldır. Baxın 15 kub metr boşaldır. Bunu yazaq. Boşaldır. Boşaldır suyu. 3 saat 15 kub metr boşaldırsa bizə deyilir 8 saat açıq qalarsa. Yəni 8 saatda nə qədər boşaldar? X qədər. Buradan baxaq. 3 tənasüb kimi vursaq, açsaq. 3 vur X bərabərdir. 8 vur 15. Buradan X'i tapsaq. 8 vur 15'i bölsək biz 3'ə. 15'i 3'ə bölsək qalır 5. 8-də 5'ə vursaq eləyir neçə? 40. 40 kub metr nə olacaq? X'imiz nə olacaq? 40 kub metr boşaldacaq. Yəni A kranı 72 kub metr doldurur. B kranı bu 8 saat ərzində 40 kub metr boşaldır. Yəni 72-dən 40'ı çıxırıq. Biri doldurur, biri boşaldır. Xeyrimiz nə qədər qalacaq? Yəni hovuzda nə qədər qalacaq? 32 kub metr su qalacaq. Bunu bildik. Sonra nə deyilir? Həcmi 50 kub metr olan boş hovuzun neçə faizi su ilə dolar? Yəni ümumi 50 kub metrdir həcm. Həcmi nədir? 50-dir. 50-də 32. Yəni 50-ni tənasüb şəklində də götürə bilərik. 50-ni 100% götürürük. 32-ni x% götürsək, oradan tapmaq olar. Belə tapmaq olar. Yəni ümumidə neçə hissəsini dolduracaq? 50-də 32. Yəni bunu da faizi çevirsək biz neçə faizini dolduracaq? 100 bizdə 50-yə bölünəcək, qalacaq 2. 2-ni də 32-yə vuranda neçə olar? 64 faizi su ilə dolar. Deməli belə. Faizə aid məsələlər bu qədərdir uşaqlar. Sağ olun, salamat qalın. Gələn görüşünədək. Sağ olun.